Hər birinizi salamlayıram. Bugün söhbətimiz valideynlərlə olacaq. Əziz valideynlər, övladlarınızın diqqət dağınıqlığı sizi narahat edir, onların fikirləri tez-tez yayınır və onlar hər hansı bir tapşırığı yerinə yetirərkən çətinlikləri olur. O zaman ekrana yaxın əyləşin. Bugün mənimlə bərabər uşaqların diqqət dağınıqlığını aradan qaldırmaq üçün 8 effektiv yol öyrənək. Başlayaq metodlarımıza. Birinci metod, dərs mühiti hazırlayın. Uşaqlarınız üçün özlərini rahat və sakit hiss edə biləcəkləri bir dərs mühiti hazırlayın. Unutmayın, uşaqlar özlərini komfortlu hiss etdikləri vaxt onların diqqətləri bir məsələ üzərinə daha yaxşı cəmlənə bilir. İkinci, telefonları və digər diqqət yayındırıcı vasitələri uzaqlaşdırın. Telefonlar, televizorlar, səs-küy edə biləcək hər hansı bir elektron cihazları onlardan uzaq tutmağa çalışın. Hətta lazım gələrsə öz telefonlarınızın da bildirişlərini bağlayın. Üçüncü metodumuz konkret məqsədlər qoyun. Uşağa hər hansı bir dərsi gəl oxuyaq demək əvəzinə, gəl bu dərsi 10 dəqiqə ərzində oxuyaq deyin. Belə ölçülə bilən hədəflər qoymaq onun beyninin daha yaxşı işləməsinə gətirib çıxardacaq. Dördüncü, Pomodoro adlanan metodikadan istifadə edin. Bu metodikada 25 dəqiqə dərs, 5 dəqiqə fasilə olur. Yəni uşaqların beynini yormadan onların dərsə qarşı olan motivasiyasını artırır. Beşinci, interaktiv təlim metodundan istifadə edin. Yəni sadəcə dərsi oxumayın, dərsi izah edin, səsli, rəsmli formada dərsə maraq qatın, oyunlar oynayın. Dərsə qatdığınız hər bir maraq onun dərsə qarşı olan diqqətinin daha da artmasına gətirib çıxardacaq. Altıncı, uşaqlarınız hər zaman aktiv olsun. Sadəcə oturaraq öyrənən dərs onlara bir müddətdən sonra sıxılma yarada bilər. Sadəcə kiçik hərəkətlər, otaq içində gəzmək, ayağa qalxmaq, su içmək belə onlarda olan dərsə qarşı marağı artırıb diqqətlərinin cəmlənməsinə gətirib çıxarda bilər. 7-ci, mükafatlar verməkdən çəkinməyin. Övladınız hər hansı bir tapşırığı müvəffəqiyyətlə yerinə yetiribsə, ona kiçik mükafatlar verin. Bu onlarda dərsə qarşı motivasiyanı artırır. 8-ci və sonuncu, yuxu və qida rejiminə diqqət edin. Kifayət qədər yatmış və qida rejimi, qida rasionu yaxşı olan uşaqların beyninin dərsə fokuslanması da daha yaxşı olur. Bugünlük bu qədər əziz valideynlər. Ümidvaram ki, bu 8 metod sizə köməklik göstərəcək və uşaqlarınızın dərsə daha yaxşı fokuslanmasına və diqqət dağınıqlığının qarşısını almasına müəyyən qədər faydam olacaq. Unutmayın, sizin sevginiz və dəstəyiniz vasitəsilə onların dərsə qarşı olan maraqları və motivasiyaları artır.